Salam hörmətli müəllimlər və əziz şagirdlər. Biz bu gün zaman ölçü vahidlərini müzakirə edəcəyik. Biz bundan əvvəlki videoda ilin hesablanmasına aid izah verdik. Orada miladi təqvimini hicri təqvimə çevrilməsini, hicri təqvimin isə miladi təqviminə çevrilməsini izah etdik. Burada isə ilin əsrə çevrilməsini, eyni zamanda əsrin minilliyə çevrilməsini izah edəcəyik. İlin əsrə çevrilməsi prosesi necə olur? Biz bilirik ki, bir əsrdə 100 il var. Yəni 100-cü il artıq 1-ci əsr olur. Lakin 101-ci il olduqda isə artıq 2-ci əsr olur. Yəni 2-ci əsr 101-dən başlayır, 200-cü ilə qədər davam edir. 201-də isə artıq 3-cü əsr başlayır və 3-cü əsr 300-cü ilə qədər davam edir. Yəni bu proses belə davam edir. Misal 1500 artıq bilirik ki, 15-ci əsrdir. 1501 16-cı əsrdir. 1600 də 16-cı əsrdir. Bundan başqa, yəni biz bunu bu qayda ilə tapa bilərik. Digər qayda nədir? Yəni hər hansısa bir ili bölürük 100-ə. Məsələn, tutaq ki, 225-i böldük 100-ə. Cavabımız 2 olur. Qalıq isə dedik ki, 25-dir. Və biz də qeyd etdik ki, 1 və 1-dən böyük rəqəm olduqda artıq aldığımız cavabın üzərinə 1 əlavə edirik. Yəni biz 225-i 100-ə böləndə 2 aldıq cavab olaraq və o 2-nin üzərinə 1 əlavə edirik. O da eləyir 3-cü əsr. Bu qayda ilə tapa bilərik. 1600-ü bölürük 100-ə, eləyir 16. Amma 1601-i 100-ə böldükdə yenə də 16 edir, amma orada bizim qalığımız var. 1 qalıq var. Bu səbəbdən biz 16-nın üzərinə 1 əlavə edirik. Bundan başqa biz 1699-cu ili də misal göstərə bilərik. Yenə eyni qaydada bölürük 100-ə, aldığımız cavab 16 olur. Qalıqda isə 99-dur. Bu səbəbdən biz 16-nın üzərinə 1 əlavə edəcəyik və aldığımız cavab 17-dir. Yəni 1601-ci ildə, 1699-cu ildə artıq 17-ci əsr olur. Burada cədvəldən göründüyü kimi 3-cü yüzillik və ya 3-cü əsri biz rüblərə və 1-ci yarısı və 2-ci yarısı hissələrinə bölmüşük. Yəni biz videonun əvvəlində qeyd etdik ki, bir əsrimiz 100 ilə bərabərdir. 100 ilin yarısı 50 ildir. Demək, 3-cü yüzillik dedikdə onun yarısı 201-dən başlayır, 250-yə qədər davam edir. Birinci yarısı, ikinci yarısı isə 251-dən başlayır, 300-cü ildə bitir. Və dedik ki, bir əsr 4də biri 25 ildir. Burada biz bir əsri 4 rübə bölürük. Birinci rüb olur 201-dən 225-ə qədər, sonra 226-dan 250-yə qədər ikinci rübdür, sonra 3-cü rüb isə 251-dən 275-ə qədər, 4-cü rüb isə 276-dan 300-cü ilə qədər davam edir. Bu bizə əsasən testlərdə lazım olur. Hər hansısa bir dövlətin yaranmasını və yaxud da hökmdarın hakimiyyətdən gəlməsi haqqında məlumat verir və deyir ki, tutaq ki, filan əsrin filan rübündə və yaxud da deyir ki, filan əsrin filan yarısına aiddir. Bu zaman biz bu zaman ölçü vahidindən istifadə edirik. Və bizim izahımız bizim era üçün keçərli idi. Amma eradan əvvəl olduqda isə tam tərsinə olur. Biz burada qeyd etmişik. Rəqəmlər bilirik ki, azalmaya doğru hərəkət edir. Demək, birinci yarısı, yəni eradan 3-cü yüzilliyin birinci yarısı 300-cü ildən başlayır. Amma bizim erada isə 201-dən başlayırdı. Və bu qayda ilə azalmağa doğru gedir. Yəni hər şey əksinə olur. Məsələn, biz dedik ki, bizim eranın 3-cü yüzilliyi 4-cü rübü 276 300-cü ildir. Amma eradan əvvəl 3-cü yüzillikdə isə 4-cü rüb 225 201-ci ilə qədər təsadüf edir. Biz burada bunları sözlə də izah etmişik. Videonu dayandırıb diqqətlə baxa bilərsiniz. Minillik. Demək, bizim bir erada min var. Yəni bizim 10 əsr olduqda nə olur? Birinci minillik olur. Artıq 11-ci əsr olduqda isə ikinci minillik olur. 20-ci əsr ikinci minilliyə aiddir. 3-cü minillik dedikdə isə artıq 21-ci əsrdən başlayır, 30-cu əsrə qədər davam edir. Bu isə bizim era üçün, yenə də deyirəm,
keçərlidir. Eradan əvvəl olduqda isə rəqəmlər yenidən azalmağa başlayır. Amma yəni yenə də burada qayda dəyişmir. Yəni yenə də desək ki, 15-ci əsr neçənci minillikdir, yenə də 2-ci mindir. Bizim eradan əvvəl də olsa, bizim erada olsa. Burada fərq nədir? Məsələn, deyirəm ki, 2-ci minilliyin sonu. Bizim era üçün desəm ki, 2-ci minilliyin sonu, bu 19-cu əsr ola bilər, 18-ci əsr ola bilər. Amma bizim eradan əvvəl desək, 12-ci əsr ola bilər, 11-ci əsr ola bilər. Yəni fərq budur.